Hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, sevimli müştərilərimiz, məni şəxsən xaricdən izləyən dostlarımız, izləyən müştərilərimiz, xaricdən mənə zəng edib ağız dolusu məni tərifləyən dostlarımız, burada məni hər gün izləyən xanımlar, bəylər, qardaşlar, dostlar, bacılar, hər kəsə qucaq dolusu bizi tərəfimizdən salamlar var sizə. Mən həyətə gəldim, bugün bu həyətə gəldim. Bu həyətin indi keçdim həyətə, çəkilişini eləməliydim, eləyirəm də. Amma dedim ki, qaranlıqdır Elvin. Elvin də dedi ki, çox qaranlıqdır. Yəni, evin üst görüntüsü, ağacların baxın, bütöv olaraq genişliyi, hündürlüyü tam gecə olduğu üçün görünmür. Bəlkəm dedi, bunu saxlayaq, sabaha, günorta vaxtı çəkək. Mən həyəti gəzdim Elvindən, dedim ki, Elvin, nə olar, bugün, bax, bu vaxtda qismət olub, bu evin çəkilişi, belə də eləyək, belə də təqdim eləyək. Şəxsi tikilidir. Şəxsi tikili villa sizə təqdim edirəm. Şuvalan, Mir Mövsüm Ağanın ziyarətgahının yanındayam. Mir Mövsüm Ağanın ziyarətgahının yanında, Oba marketin yanında, yaxınlığında. 14 sot, 500 kvadratlıq, 1 mərtəbə, 2 mərtəbə və mansarddan ibarət olan 7 otaqlı bu evi sizə 680 min manata start olaraq təqdim etməyə başlayıram. Ümumi giriş qapısı Elvin göstərdi. Bunun yanında oturmaq üçün üstü bağlı bir söhbətgah var. Orada texniki otaq yerləşir. Sol tərəfində, baxın, belə bir tikili var. Bu tikili nədir? Bu tikili gözətçi və axran otağı kimi, axran evi kimi, gözətçi evi kimi nəzərdə tutulub. Bu gözətçi evinin daxilində bir yataq otağı, qonaq otağı, sanitar qovşağı və mətbəxlə birlikdə tikilib, hazırdır. Bu gözətçinin öz evidir. Əgər gələcəyinə kim istəyərsə, buranı alarsa, buranı özünə qonaq otağı kimi, qonaq evi kimi də edə bilər. Yaşıllığımız davam eləyir. Bütün həyətdə avtomatik olaraq suvarma var. Evin sol hissəsində, evin altında bir maşınlıq qaraj, qarajdan birbaşa evin içərisində daxil olmaq üçün qapı və qarajın qapısı avtomatik olaraq putla təchiz olunmuş darvazadır. Darvazanın içərisində elektrik şitimiz var, hansı ki, elektrik tənzimləyici. Bəli, ümumi giriş qapısıdır evin. Hovuzumuz da var, hələ gedirik hovuz hissəyə. Evin arxasında hovuzumuz var. Gəlin, bax, bu yaşıllıq, gözəl bir, geniş bir yaşıllıq bizi çox valih elədi, çox qəşəngdir, çox gözəldir. Bu ağacları yenə deyirəm, becərmək, bunları böyütmək özü bir işdir. Sağ olsunlar, bura baxan, gözətçi, bağban, ev sahibi, təşəkkür edirik ona hər kəs adından, müştərilərimiz adından, bizi izləyən dostlarımız adından. Bu hissədə 4 metrənin 8 metri olan filtrli hovuzumuz yerləşir. Evin arxa hissəsindədir. Hovuzun baş hissəsində, baxın orada belə bir tikili var. Orada texniki otaq, hamam və ayaq yolu yerləşir. Sonra bununla üzbəüz, açıq, yanları açıq. Baxın burada söhbətgah və daxilində mətbəx otağı var. Çox yeri göstərmək istəmirəm, hər dəqiqə girib yormaq istəmirəm sizi. Bir daha söyləyirəm, bütün divarlar daşla, qabançıq daşlarla təhciz olunub. Bu evə əl gəzdirmək lazım deyil hər ay, hər il, hər sezonda. Bu ev bir villadır, şəxsi bir tikilidir. Qiymət isə bir daha söyləyirəm, 680 min manatdır. 14 sotun içərisində inşa olunub. Onu da sizə indidən deyim ki, 12 sotun qıfçası var. Dəyərli izləyicilərimiz, şəxsi yaşayış sahəsi isə 450 kvadratdan böyükdür. İndi isə keçək evin daxilinə. Elvin, bax, belə seyf qapı hər evdə olmur. Bu, şəxsi tikilmiş bir dayımızın evidir, çox möhtəşəm bir evdir. Ümumi dəhlizdir, dəhlizdə belə bir dolab var. Bu qarajın qapısıdır. Mən çöldən də göstərmişdim sizə. Birbaşa qaraja keçid qapısıdır. Orada seyf qapı qoyulub. Sağ hissədə bizim qonaq otağımızdır. Qonaq otağının daxilində, maşallah, möhtəşəm olaraq çox bahalı,
xarici ölkələrdən gəlmiş, mebellərlə təchiz olunmuş bir qonaq otağımız və kondisioner. Qapılar belə, evin qapıları belə mən görürəm, hamısı keyfiyyətli və gözəldir. Qonaq otağından sonra dəhlizdə başlayan arxa hissədə mətbəx otağı yerləşir. Mətbəx otağının daxil çox qəşəng, çox səliqəlidir. Evimiz bugünkü gündə çox səliqəli, səmanlı və mebelləri yerli, yerində və bahalı markalarla təchiz olunmuş bir evimizdir, mətbəximizdir. Bu hissədə ayrıca olaraq unitaz, əl üz yuyan və duş kabinası yerləşir. Bu hissədə isə bir əl üz yuyan, bir də unitaz yerləşir. Burada qardirob otağı və yaxud da əl damı kimi istifadə olunan bir otaq var. Baxın, bütün əşyaları yığmaq üçün belə bir otağımız yerləşir. Bu birinci mərtəbənin təqdimatı idi. İndi isə qalxırıq biz ikinci mərtəbənin təqdimatını sizlərə eləmək. Evin daxili, evin həyəti çox möhtəşəmdir. İnşallah ki, siz də gəlib görərsiniz. Mən hal-hazırda birinci mərtəbədən ikinci mərtəbəyə qalxıram. Dəyərli izləyicilərim, bir daha söyləyirəm. Bu evin sahibini axtarıram. Yeni sahibin. Köhnə sahibini əlbəttə ki, indiki sahibin tanıyıram. Allah canını sağ eləsin. Hansı ki, evə, villaya, bağ evinə, 4 fəsil yaşamaq üçün bir evə qiymət verən bir insanı axtarıram. Onu da bilirəm ki, məni izləyir. İkinci mərtəbədə yerləşən ümumi sanitar qovşağı və cakkuzi. Bu hissədə isə ayrıca unitaz və əl üz yuyan. İkinci mərtəbədə bir yataq otağı, iki yataq otağı, yəni ikinci yataq otağı, üçüncü yataq otağı, dördüncü yataq otağı, baxın, burada 5-ci və 6-cı yataq otağı var. Birbaşa mərkəzində eyvana çıxacam, göstərəcəm sizə. Oy maşallah. Evin görüntüsü və həyətin yaşıllığı, görüntüsü çox möhtəşəmdir. Baxın, bax, bu eyvandan da görünür. Həyətin sağ və sol hissəsi. Hamısı görüntüdədir. Elvin sağ olsun, hər şeyi çəkib sizlərə təqdim eləyir. İndi isə qalxacaq, qısa olaraq mansardı da sizə təqdim eləyim. Bir daha söyləyirəm, Şuvalan ziyarətgahın yanı, Oba marketin düz yaxınlığı. 14 sot 680 min manat. İndi isə qalxaq mansard hissəyə. Həyəti, birinci mərtəbəni, ikinci mərtəbəni çəkdik. İndi isə qalxıram. Qısa olaraq sizə mansardı göstərim. Bu da evin mansard hissəsi. Geniş, böyük bir mansard hissəsi. İstirahət köşəsi kimi inşallah istifadə edə bilərsiniz. Böyük bir ərazi, iş otağı kimi ev sahibi özü üçün düzəldib. Gələcəkdə ayrılıb, yəni başqa-başqa otaqlar da eləmək olar. Bu hissədəki istirahət köşəsi kimi istifadə olunur. PlayStation oynamaq üçün və yaxud da oturub televizora baxmaq üçün nəzərdə tutula bilər. Dəyərli izləyicilərim, çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.